30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamaqla yanaşı, həmin ərazilərdə hər növ vandalizm törədən Ermənistan dəqiq mina xəritələrinin verilməsi ilə bağlı konkret addımlar atmır. Məqsəd mümkün qədər çox sayda insanın həlak olmasıdır. Ötən gün Kəlbəcərdə hərbçimizin minaya düşərək ağır yaralanması da ermənilərin terrorçu mahiyyətini bir daha nümayiş etdirir. Təəssüflər olsun ki, bu cür dəhşətli davranışa görə Ermənistana heç bir irad belə tutulmuyor. Bizim hal-hazırda tapdığımız minalar yeni bastırılmışlardır və həmin ərazilər onları aşkar etmək üçün çox əlverişsizdir. Bu bir daha onların davranışının göstəricisidir. Biz onlara 10-20 gün arası vaxt verdik ki, 10 noyabr tarixində imzalanmış razılaşmaya əsasən tərk etməli olduğu ərazilərdən çıxsınlar. Lakin onlar bu müddəti minaların bastırılması, özlərinə məxsus olmadığı, lakin içində yaşadıkları evlərin yandırılması, ağacların kəsilməsi və digər ekoloji fəlakətlərə yol açan əməllərə sərf etdilər. Görünən odur ki, Ermənistan Azərbaycana qarşı gizli müharibəni davam etdirir. İstər işğal zamanı, istərsə 10 noyabr bəyanatından sonra əraziləri mina bataqlığına çevirən ermənilər xislətlərindən əl çəkmirlər. Beynəlxalq təcrübəyə əsasən münaqişələr bitdikdən sonra minalı sahələrin xəritələri qarşı tərəfə təqdim edilir. İrəvan isə təqdim etdiyi etibarsız və qeyri-dəqiq xəritələrlə beynəlxalq hüququn norma və prinsiplərini növbəti dəfə heçə sayır. Minalanmış əraziləri, xəritələrini Azərbaycana verməməklə, burada ləng mövqe tutmaqla əslində Azərbaycana qarşı təcavüzkar siyasətini başqa bir formada davam elətdirir. Hansı ki, indiyə qədər müharibədən sonra 250-yə yaxın Azərbaycan vətəndaşı, özdə müxtəlif kateqoriyalara məxsus insanlar, müəyyən hissəsi də dinc sakinləri olmaq şərti ilə erməni minalarının qurbanı olub. Təəssüf ki, beynəlxalq təşkilatlar da buna hələlik susur və lazımi reaksiya vermir. Müharibənin bitməsindən 624 gün keçməsinə baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş. Belə cinayətkar əməllərə beynəlxalq reaksiyanın olmaması isə təxribatların davamlı xarakter almasına zəmin yaradır. Ötən gün daha bir hərbiçimizin Kəlbəcərin Ermənistanla sərhəddə yerləşən Cəmilli kəndində minaya düşərək ağır yaralanmasına görə nəinki İrəvan, baş verənlərə biganə qalan beynəlxalq ictimaiyyət də məsuliyyət daşıyır. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət 200-dən çox Azərbaycan vətəndaşının xəsarət aldığı bu mina terrorunun müəlliflərinə qarşı bugünə qədər quru bir bəyanat belə səsləndirmək niyyətində olmadığını da müşahidə etməkdəyik. Müharibədən əvvəlki dövrdə Ermənistana ayrılan kredit və ya yardımlar məhz Azərbaycan ərazilərinin minalanmasına sərf olunub. Dəqiq mina xəritələrini verməkdən boyun qaçıran Ermənistan dərk etməlidir ki, digər məsələlərdə olduğu kimi mina xəritələri də sülh sazişinin tərkib hissəsidir. Bu cür hiyləgər və məkirli mövqe Ermənistanın sülh istəmədiyinin əlaməti hesab olunur. Bu isə məğlub ölkə üçün yeni arzu olunmaz vəziyyət yarada bilər. Rüstəm Mikayılzadə, Zaur Bayramov, Könül Məmmədova, ASTV xəbər.